Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizə Neftçilərdə 16 mərtəbəli binanın 13-cü mərtəbəsinə bir otaqdan 2 otağa düzəlmə bir mənzil təqdim edəcəm. Bura mənzilimizin qonaq otağıdır. Dəyərli izləyicilər, gördüyünüz kimi mənzil yeni təmirdən çıxıb, təmirdən də sonra yaşayış olmayıb. Belə bir trestet yığılıbdır. Bura mənzilimizin eyvan hissəsidir. Gördüyünüz kimi belə bir eyvan hissəsi var. Burada isə mənzilin yerləşir mətbəxi. Belə bir geniş mətbəxdir. Sizə ətraflı çəkib göstərirəm. Mətbəx belə yığılıb, bütün aksiyonlar quraşdırılıb. İndi isə keçid edək sizə mənzilin giriş hissəsini göstərim. Bura mənzilimizin xol hissəsi, qranit olan hissələri hamısı isti döşəmədir, dəyərli izləyicilər. Çöl giriş qapısı, sağ tərəfdə yerləşir mənzilin hamam və sanitar qovşağı. Burada mənzilimizin hamam və sanitar qovşağı gördüyünüz kimi. Burada da hər bir şey duş kabinizə yığılıb, hər bir şey hazırdır. Burada isə mənzilin yerləşir yataq otağı. Yataq otağı da gördüyünüz kimi, hörmətli izləyicilər, kvadrat şəklində genişdir. Yəni bir otaqdan 2 otağa düzəlmə mənzil üçün çox ideal bir proyektdir. Mənzilin bütün məlumatları mətn bölməsində qeyd edəcəm. Qiymətlə qeyd olunacaq. Sağ olun, təşəkkür edirik, izləmədə qalın.